Sumqayıtda səhiyyə infrastrukturunun gücləndirilməsi istiqamətində daha bir mühüm layihə reallaşdırılıb. Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yeni göz mərkəzi istifadəyə verilib. Yeni yaradılan mərkəz tək Sumqayıt deyil, Abşeron-Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edir. Xüsusilə anjioqrafiya sistemi retina damar patologiyalarının erkən diaqnostikasına imkan yaradır. Görmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Mərkəzdə həmçinin yüksək dəqiqlikli fakoemulsifikasiya sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Bu isə katarakta və digər göz xəstəliklərinin daha təhlükəsiz və effektiv müalicəsinə şərait yaradır. Burada beynəlxalq təcrübəyə malik peşəkar həkim heyəti fəaliyyət göstərəcək. 35 nəfərlik kollektivin, o cümlədən 12 həkimin çalışdığı mərkəz həm ambulator, həm də stasionar xidmətlər təqdim edəcək. Səudiyyə Ərəbistanında rezidentura keçmiş və çoxillik təcrübəyə malik oftalmoloq Leyla Qəhrəmanovanın rəhbərlik etdiyi mərkəzdə müasir tibbi yanaşmalar tətbiq olunur. Xəstə mərkəzə əgər müraciət edirsə, burada bütün cihazlar var deyə mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfində daxil olan bütün xidmətlərdən tam ödənişli halda yararlanacaq. Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Göz dairəkli inyeksiyalar, lazer arqonlar, yağ lazerlər və OCT-lər, hər şey bu mərkəzdə vəhdət təşkil edərək əhalinin xidmətinə verildi. Mərkəzdə torqişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə müasir diaqnostika və müalicə üsulları həyata keçirilir. Eyni zamanda yüksək texnologiya tələb edən cərrahi əməliyyatların icrası üçün də bütün şərait yaradılıb. Yeni göz mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırır və vətəndaşların paytaxtda üz tutmadan keyfiyyətli tibbi xidmət almasına imkan yaradır.